Salam dəyərli izləyicilər, Silli Kodlar kanalımıza xoş gəlmisiniz. Mən aparıcınız Nisə. Bugün çox maraqlı bir mövzuya toxunmuşuq. Nə qədər maraqlıdırsa, bir o qədər də mübahisəli mövzudur. Başlığımız Nuh tufanıdır. Və bu mövzu ilə əlaqədar bir ziyalımızın çox fərqli, unikal bir baxış bucağı var. Çox fərqli tədqiqatları var. Azərbaycan Milli Elmlər Akademiyasının coğrafiya üzrə fəlsəfə doktoru, tarixçi Şakir Qabızsanlı Həmzəyev verilişimizin qonağıdır. Şakir müəllim, xoş gəlmisiniz. Sağ olun, çox sağ olun. Necəsiz? Allah yaxşılıqdır, yaxşılıqdır, bəli. Şakir müəllim, Nuh tufanı haqqında araşdırma eləyəndə görürük ki, dünyanın dörd bir yanındakı mədəniyyətlərdə Nuh tufanı haqqında hekayələr, dastanlar, yəni miflər var. Mən bir neçəsinin adını çəkmək istəyirəm. Məsələn, səmavi kitablarda, Quran, Tövrat, İncildə Nuh haqqında ayələr var. Sonra Babil və Şumer mədəniyyətinə aid olan Gilgamış dastanında tufana bənzər hekayə var. Sonra Hind mədəniyyətində, Yunan mifologiyasında, Çin əfsanələrində, sonra gəlir Maya Aztek mifologiyasında böyük daşqın hekayəsi var və burada çox az bir insanın qurtuluşu motivi var. Sonra Altay miflərində, türk dastanlarındakı Oğuznamə və Altay miflərində böyük daşqın və insanların cüzi hissəsinin xilas olması motivi var. Hətta Dədə Qorqud dastanında belə Nuhun adı çəkilir və orada da saf qan və pak nəsil motivi ilə əlaqələndirilir. Və bununla da belə qənaətə gəlmək olur ki, Şakir müəllim, Nuh tufanı bir hekayə, mif yox, əfsanə yox, tarixi bir hadisədir. Elədirmi? Bəli. Və istərdim birinci belə bir sizə sualla müraciət edeyim. Dünyada daşqınlar, təbii fəlakətlər çox olub. Lakin Nuh tufanı kimi yaddaşlarda iz buraxmayıb. Və görürük ki, orada bir sıfırlanma baş verir və yeni dünya düzəni başlayır. Və biraz da xatırlatmaq istəyirəm ki, müasir dövrümüzdə də sıfırlanma, yeni dünya düzəni ifadələrini eşidirik. Şakir müəllim, mənə çox maraqlıdır. Görəsən, Adəm nəsli necə idi? Nuhun qövmü nələr etdi ki, yəni insanlığın sıfırlanması hadisəsi baş verdi? Aydındır. Demək, Nuh tufanı bəşəri bir reallıqdır. Bəli. Əfsanə deyil, nağıl deyil. Bu bəşəri bir varlıqdır, bəşəri bir tarixi yaşayış hadisədir. Bu haqda dünya üzrə 200-ə qədər baxış var. Siz dediyiniz məsələlərdə 200-ə qədər Nuh tufanına aid baxış var. Lakin bunlardan bir neçəsini mən stat götürə bilərəm. Bir neçəsini. Müəyyən alimlərin dediyinə görə, əsasən Rus, Avropa alimlərinin, bizim alimlər də onun üstündə dayanır. Güya Fərəd Dacılə çayı daşıb, Nuh tufanı olub. Çay daşmaqla Nuh tufanı ola bilməz. Mesopotamiya ərazisinə aparırlar. Ora aparırlar. Bəli. Çox gözəl. Bu tamamilə absurd bir cəfəngiyyat bir şeydir. Yəni fikirdir də deyir, heç bir əsası olmayan fikirdir. İkinci versiya götürür Ağrı dağı. Ararat da var. Nuh tufanı Ağrı dağında olub. Bunun üstündə əsas dayanırlar. 2 ildən bir İqdır şəhərində Türkiyənin bu haqda beynəlxalq konferans çağırılır. Simpozium keçirilir. Simpozium keçirilir. Hətta bizim alimlər də orada iştirak ediblər. Baxmayaraq ki, bizim alimlərin müəyyən bir qismi deyir, bu hadisə Gəmi-Qaya Naxçıvanda olub. Ancaq ona baxmayaraq, o simpoziumda iştirak edir və İqdır şəhərində iddia olunan fikrin üstündə dayanırlar. Çox maraqlıdır. Mən bunların tamamilə əksiniyəm. Bəli. Burada faktlar var, burada rəqəmlər var, burada saylar var. Adi məsələ deyil. Ona görə də bu məsələlər dini kitablarda çox reallıqla verilib. Lakin bu dini kitablardakı reallıqları lazımı təfərrüfatla çatdırmaq lazımdır. Bu çatdırılmayıb bəşəriyyətə.
İndi biz bu prizmadan məsələyə yanaşırıq və Nuh tufanının detalları ilə biz açıb göstərəcəyik. Harda, necə və bunun haqqında da orijinal, real mənbəmiz var. Bəli. Bəşəri bir mənbə. Hansı ki o mənbəyə nə əl dəyib, nə nəfəs dəyib. İlk dəfə olaraq biz bəşər dünya xalqlarına bunu çatdıracaq. Azərbaycandan. Bəli, hadisələr buradadır. Qobustan qayalarında da bu hadisələr var, göstərilib. Hansı ki, Şumer hadisələri onun kölgəsidir. Şumerdə nə yazılır? Su basma. Və salam. Başqa şey yoxdur. Su basma olub. Ancaq bu Qobustan qayalarıdır və Qobustan xalçalarına bunlar tam detalları ilə verilib, nöqtələri ilə verilib, vurğuları ilə verilib, mənbə əsasında və sübutlarla məntiqi əsaslara söykənərək. Biz indi bu məsələni açırıq. Necə? Əvvələ Adəm doğulmasından, Həzrət Adəmin doğulmasından bu hadisə 1250 il sonra oldu. Bəli. Düz 1250 il sonra. Mənbə var, material var. 1250 il sonra bu hadisə. 1250 ildə nə qədər adam ola bilər? Bəli, az bir. Demək biz düşündüyümüz dünya miqyaslı elə yox. Sadəcə müəyyən bir ərazidə olub. İlk nəsildir. Bəşəriyyətin əcdad nəsli doğulanda 2 nəfər Adəm, Həvvadan doğulan uşaqlardan götürəndə istər əndəsi, istər ədədi silsilə bu 1250 il vurur. O böyük bir ərazi deyil. Bəli, bu dünya çapında baş vermir. Çünki Bəli. mübahisələr buradadır ki, dünyanı mı su basıb? Bu ərazi, Bəli. başqa dünya olmuyor. Bunu ora-bura çəkmək lazım Alimlərin deyil. çoxsu deyir dünyanı basıb. Su, amma bölgəsəl olur. Məsələ burasındadır ki, bu hadisələr ilk dəfə predmet yazıları ilə, işarə yazıları ilə, Avropanın dili ilə desək, petroqliflərlə yazılıb. Bəli. O nəsil, ilkin nəsil öz tarixini birə-bir naxışlarda verib. Bəli. Bu naxışlar da dünya miqyasında oxunmadığı üçün onda bala qanunlar ortaya çıxır. Gəlirlər, bu var, bu var, bu var. Amma ortada heç nə yoxdur. Aydındır. Misal üçün burada Şakir müəllim, sözünüzü balla kəsim. Nuh qövmü nə etdi ki, fikrinizi ora bir cəmləyim. Nuh qövmü nə etdi ki, onların başına belə bir hadisə gəldi? çatmır, hələ gəlirik. Tarixma. Onları bir-bir biz deyəcək ki, nə elədi ki, bu tufan baş verdi. Bu orta gedişdir. İndi ilkin başlayırıq. Demək, mən ilkin verilişlərimdə dedim ki, hər bir çeşinin, Qobustanda olan hər bir naxışın xalq mahnısı var. Bəli. Xalq mahnısı var. Bunlar o qədər qüdrətli, o qədər güclü, o qədər ağıllı müdrik olublar ki, demək, xalçada naxışı verir Qaya surəsində. Orada sözdə mahnılarını deyir. Bax, şifahi xalq ədəbiyyatı budur. Nəsildənsə bunlar itə bilməz. Nəslin tarixidir. Bunlar pillə min illər keçib gəlib bizə çatıb. Həmin mahnılarda da bu öz əksini tapır. Hadisələr işıqlandırılıb. İndi bizim gələn verilişimizdə İbrahim Peyğəmbər xalq mahnılarında verilişimiz olacaq. Baxın, görün ki, xalq mahnılarında Peyğəmbər necə oturub. Bunlara əl dəyilməyib. Bunlar nə folklorun üstünə, nə şifahi xalq bunlara girə bilməyib, nə də oxunmayıb. Ona görə də real şəkildə biz bunu açırıq. Bax, bu gördüyünüz xalça Qobustan dediyimiz Qabıstanın, Ulu Qabıstanın, Qədim Qabıstanın Sündi kəndində toxunub. Bu xalça. Bu xalça mən açıq elan eləyirəm, Azərbaycan Xalça Muzeyində bu xalça yoxdur. Mən oranı gəzmişəm. O vaxt Röya idi, direktor Röya xanım, professor. İşçilərin birinə dedi ki, Şakir müəllimi qaldırın, baxsın, o xalçalar bizdə olmaya bilməz. Mən gəldim, 3000-ə qədər orada nə qədər xalça var. Dedim ki, bu xalça yoxdur. Orada yoxdur. Ola da bilməz. Demək, bu xalça 100 yaşı var. Bu xalçanın. Toxunub Qabıstanın Sündi kəndində. İndi Sündi adının özünə baxaq. Fikir verin. Toponimşünaslar hələ öz baxışından yazıblar. Amma sözün kökü var, adın özü var lüğətdə.
ərəb fars sözləri lüğətdə baxanda sün sözünün mənası, sözün kökü sündür. Sün. Sün sözünün mənası demək əməl, iş, yaradıcılıq, ixtira. Fikir və əməl, iş, yaradıcılıq, ixtira. Sündi sözü isə ilkin zərlərlə toxunma. Yəni ki, ilkin naxışlar. Gör adı mənasına var. Demək, yaradıcılıq bu kənddə, xalça bu kənddə icad olunub. Qabıstan qayəstü rəsimlərin sivil davamıdır xalçalar. Amma bizim reklam etdiyimiz xalçalar atrifkalardır, hissələrdir. Bunu naşı yaradıcılar ortaya atır, elə nə gəldi deyirlər də. Amma burada elm oturub. Elm oturub burada. Sözləri ilə, mahnıları ilə vəhdətdə. Misal üçün götürək Jacques Chirac 2006-cı ildə Levon Ter-Petrosyanla görüşündə üzünü tutdu Ağrı dağına, dedi ki, Nuh orada olub. Və Nuh xristiandır. Nuh xristiandır. Amma bu boyda prezident başa düşmür ki, Nuh dövründə din olmayıb. Xristianlıq olmayıb. Deyir də, yəni özünə tərəf çəkir. Yaxşı, biz Ağrı dağı deyirik, Avropa Ararat deyir ona. Yanılma buradadır. Avropa onu Ararat kimi tanıyır və Nuhun vətənini kimi tanıyır. Amma Ağrı dağı isə Türk dünyasına gətirir ki, bu yox, bu Ağrı dağdır. Əvvəl o dağ Ağrı dağ deyil. Kim Ağrıdır bu dağ? Nəsimi deyir, dünyanın zatı isimlərdə, bəyanı hərflərdədir. Bir hərfi dəyişsin, zat getdi. Yəni kök getdi, mahiyyət getdi. O Ağrı dağı kim ağdır? Bu dağ buz olduğu üçün ağır dağ, keçilməz dağ mənasındadır. Bu belə gedir. Gətirib, bunu çıxardırlar Nuhu bura. Çox gözəl gətirdik, çıxdı bura. Güya Paolo, İtalyan alimi, bilmirəm kimdir, nəçidir, alim kimi deyirlər. Paolo deyib ki, onun başında dağın, buzun içində qayıq var. Qayıq var, o Nuhun qayığıdır. Deyir də sözü atır, deyir bir dəli bir quyuya bir daş atdı, min ağıllı çıxarda bilmədi. Və hamı getdi onun dalıcan ki, indi o qayığı hallandırırlar. Naxçıvanda. Mən sual verirəm. Çox gözəl. Gəldi, o qayıq orada düşdü. Kişiləri demirəm, bu qadınlar o buzun üstündən nə ilə düşdü yerə? Necə düşdü yerə? Prost ayıbdır, bu lazım deyil. Aydındır, bu azdırmadır. Axı Quranda Cudi dağı gedir. Ay mənim alimlərim, ay mənim yaradıcı. Quranda Cudi gedir. Niyə bu, sən müxtəlif üsullarla yazılmış, mən İncili oxumuşam, Tövrat oxumuşam. Hədislər formasındadır, heç dini formada deyil, dini kitab formasında deyil. Müəyyən qismlər var ki, orada reallıqları görürəm və qeyd eləmişəm burada İncildə deyəcəm. Demək, Cudi cömertlik dağıdır. Cömertlik deməkdir mənası. Cömertlik dağı nədir? Bu hansı dağdır? Bu gəlir, düşür Baba dağına, Həzrət Babaya. Həzrət ilk dəfə Adəmə, Nuha, İbrahimə deyilib. Əgər Adəm hardadsa, Nuh fan oradadır. Çünki Adəm nəsli getdi 1200 ildən sonra. Nuh fanı hardadsa, İbrahim də odadır. Amma bunların hərəsini bir tərəfə aparırlar. Adəm aparırlar Şri-Lankaya. Güya Şri-Lankada cənnət bağı var. İbrahimi gətirirlər, Yahudilərə verirlər, Mesopotamiyaya gətirirlər. Nuhu da gətirirlər Ağrı dağına. Bu qəti düzgün deyil Ahmet. Bunlar üç nəsil bir-birinin davamçısıdır. Qövmdür, nəsildir, gedir. Və Jacques Chirac burada böyük. Düz eləyir. Bir balın sahibi olmayan da ona 100 sahib çıxır. Biz qoya bilməmişik ortaya öz tariximizi. Əfsanədir, nağıldır deyib tullamışıq qırağa. Dini kitablar, elmi döyü qoymuşuq qırağa. Amma onlar özləri dini kitablarla bunlar açır. Başqa cür necə açmaq? Mənbə dini kitablarını göstərirlər. Amma bizdə indi biz xalçalar üzrə Nuh tufanını açırıq. Bax, gör detallarla necə verilib. Bizim əcdadlarımız Nuh tufanını
o hadisələri, yəni o görənlərdən bəri, nəsildən nəslə, onlar xalçada gör necədir. Baxın xalçaya, qayıq, görünür qayıq şəkli. Dorda quş, elə verilir, görürük qayığı. Dorda quş. İndi bunu açırıq. Biz mahnı ilə açıram mən bunu. Azərbaycan xalq mahnısı məşhur. Sona bülbüllərlə. Qədir Rüstəmovun o naləsi hardan gəlir? O nalə, inilti hardan gəlir? Həmin bu naxışdan gəlir. Həmin tufandan gəlir. Evləri köndələn yar. Bizə gül göndərən yar. Evləri köndələn yar, yar Allahdır, göy qübbəsidir. 9-cu mərtəbə Ərş Fələk. Bizə gül göndərən yar. Bizə həyat bəxş elədi, qapı açdı, bu dünyaya səfalı bir qapı açdı, göndərdi. Gülün yarpıza döndü, ay sona bülbülə. Yəni qədrini bilmədik. Biz bunun, sən bu tufanı bəxş etdi bizə. Məhv elədin bizi. Burada verin. Dəryada qərq olub Nuhun gəmisi, biçilməmiş qalıb onun zəmsi. Manıda necə deyir sona bülbüllərdə? Dəryada gəmim qaldı, biçilməmiş zəmim qaldı. Şirvan aşıqları, dəryada qərq olub Nuhun gəmisi, biçilməmiş qalıb onun zəmsi. Demək, bu nəyi bizə işarə verir? Hadisə may-iyun ayında olub. Zəmi biçilməyib. Zəmi biçilməmiş qaldı. Hadisə bu aylardan olub. Göstərir. Çox çəkdim yar cəfasın, axırda mənə qəmim qaldı. Nuh 120 gün Allahla danışıb. 120 gün Allahla danışıb. Mənim nəslimi bağışla. Mənim nəslimi bağışla. Bax, 120 nöqtə var burada. Baxırsınız xalçada, mərkəzdə. 120 nöqtə saymışam mən. 120 gün Əfsələddin xalqında Nuh nöfəqdir, mərsiyə dedi. Yalvardı ki, mənim nəslimi bağışla. Bağışla. Misal üçün, orada deyir ki, elə yar-yar deyirlər, heç məni demirlər, ay sona bülbüllər. Hamısı da batır axı. Elə yar-yar deyirlər, heç məni demirlər, ay sona bülbüllər. Sona bülbüllər Allahla danışana deyirlər. Şeyda bülbül, sona bülbül Allahla danışana deyirlər. Demək, burada bu 120 günü verdi, göstərdi. İndi orada keçirik. Qayıqda nə qədər adam olub? Qayıqda nə qədər adam olub? Məsələ burasında ki, mən ekranda baxıram, güya qayıq o qədər nəhəng olub ki, bunu bir nəfər düzəldib, bu qayığı, bir nəfər düzəldib. O qədər nəhəng olub ki, orada fillər 2-ci etajdan. Orada yazılır ki, Quranda, hər heyvandan bir cüt get. Həyatında olan heyvandan. Həyatında olan. Yəni sən fili götürməyə ehtiyac yoxdur. Allah da onu bir anda məhv eləyir və təzədən qaytara da bilər də. Hələ biri demişdi, ağcı qanadı niyə götürürdünüz? Görsən, mən həyatda efirdə onu dedi ki, ağca qanadı. Nuh görəsən, bu ağcı qanadı niyə götürüb? Bizim bəsit fikirlərdir, bəsit şuurlardır. Hadisəyə real qiymət vermək lazımdır. Demək, burada bu qayığı hazırlayanda hamı buna gülürdü. Məxsəriyə qoyurdu. O da dedi ki, vaxt gələcək, mən sizi məxsəriyə qoyacağım. Bu reallıqdır, görəcəksiniz. Qayıdın özünüzə. Qayıtmadılar özünə. İndi burada qayığa neçə nəfər oturdu? Qayıqda cəmi onlar İncildə yazdı, çox deyildi. Cəmi 8 nəfər idi. Cəmi 8 nəfər idi. Həmin bu 8-lik demək, Nuh arvadını götürdü, gəlinlərini, oğlanlarını götürdü. 8 nəfər qayıqda verilir. Bax, qayıqda 8-lik verilir. Bax, qayıqlar. Həm qırmızı göy rəngində, qara rəngdə, həm də sarı rəngdə verilir. Fikir verirsiniz? Sarı rəngdə verilir burada. 8 nəfər. Bu 8-lik bölünür 4-4-ə. Yəni, bu işarə verir ki, 4 kişidir, 4 qadın. Nuh arvadı, 3 oğlu, 3 gəlini. Oğlanları Yafət, Sami, Hami. Bir oğlu da dənizdə batır. Bir oğlu o Yam deyilir mənbələrdə, Yam adlı oğlu. Deyir, oğlum qayıt,
Deyir ki, narahat olma ata, mən hündür bir dağın üstünə çıxacağım. Deyir, ay balam, Allahın istəyi olmadan heç kim buradan xilas ola bilməyəcək. Gəl, ata qəlbidir də. Allah ona dedi ki, o geri çəkil, o səndən deyil. Arvadın və o səndən deyil. Rədd elə onu. Lakin ata qəlbidir. İstədi qayığı ona tərəf sürsün, dalğalar kəsdi arasını. Quranda Hud surəsində bunlar yazılıb. Hud surəsi ayə 40. Hə. Nuh və onun qövmü. Bəli. Orada göstərir. Ehtiyac yoxdur da. Yəni mən bunları dönə-dönə oxumuşam, yazmışam, əsərimdə yazmışam. Bunlar o gedir və dalğa kəsir qabağı, Nuhun qabağını kəsir. Bəli. Və o oğluna çata bilmir, o getdi. Cəmi burada 8 adam oturur. 8 adam oturub. Buna nə deyildi bu 8-liyə? Bax, bəşəriyyətin ilk nəsli odur. Bəli. Buna dedilər Muğilər. Muği qədim Udin dilində 8 gün və 8 nəfər deməkdir. Çox maraqlı. Demək, 8-lik Muğ getdi. Ərəb fars lüğətində Muğ gedir, zərdüşlər, atəşpərəslər, Azərbaycan gedir. Burada lüğətdə Muğlar, Muğam, Muğ atəşpərəzdir. Am 2 mı? Xalq kütlələri. Bəli. Yəni Muğam bizimdir, atəşpərəslər. Muğanə atəşpərəscəsinə, zərdüşcəsinə oxumaq deməkdir. Burada verilir. Demək, burada çox gözəl deyir Sənani, öküzü Allah bilib ona inandılar, amma Nuhun peyğəmbərlərə inanmadı atəşpərəstlər. Bizim nəsil onun öküzə inandı, öküzə səcdə eləyirlər. Öküz doğulmanın demişik və axirətin simvoludur. Orada 2. Bakıxanov deyir, Allahı seçə bilən gözün yoxsa, bar öküzpərəst olmayıb günəşpərəst ol. Yəni Nuhpərəst ol günən. Demək, bunlar 8 və 8 gün, 8-lik. Tufan 8 gün olub. 7 gündüz 8-ciyə çatmır da, yarıda. 8 gecə baş verib tufan. Bunlar sadəcə dalğaların arasında gedirdi. Hud surəsində yazılıb ki, bunlar biz rahat dalğaların arasında gedirik. Tufan sağda solda. Özdə tufan deyirlər ki, çay daşdı, dənizdə. Xeyr, su yerdən qaynadı. Ayələrə baxın, yerdən və göydən gəldi. Çox maraqlıdır ki, göydən gələn su demək xüsusi maddələrlə o qədər dolu idi ki, kimyəvi maddələrlə hamısını kül eləyir. Sağ sol hamısı kül olur. Məhv eləyir hamısını. Bu şəkildə. Demək, mən verilişlərimin birində dedim ki, yağış elə belə məsələ deyil. Demək, hər il gələn yağışda, göydən gələn yağışda 150 milyon ton kübrə gəlir. Yağışın tərkibində. Misal üçün, Əhvədi Marağayda yağışı elə təsvir edilir ki, bürcləri elə təsvir edilir ki, deyir, filan bürcə daxil olanda ana bətnində uşağın qaşı əmələ gəlir. Filan bürcə daxil olanda gözü, burun əmələ gəlir. Filan bürcə daxil olanda sifət əmələ gəlir. 9 ay müddətində bürclər sistemində bu formalaşır, bürclərlə. Və yaxud başqa bir şeirində deyir ki, hansı bürcə daxil olanda onun yaşından qızıl əmələ gəlir. Hansı bürcə daxil olanda onun yaxşından dəmir əmələ gəlir. Amma bizimkilər nə deyir? Güya çürüntüdən neft əmələ gəlir. Çürüntüdə ki, hamısı göydən gəlir. Yerə sızır, yerin tərkibinə keçir. Biz o xəttləri bilmirik. Ona görə niyə deyirlər? Biz o yolları bilmirik. Elm inkişafdadır. Yəni inkişafdır. Gəlib o zirvəyə çıxır. Amma bu qədim dövrdə klassiklərimiz elə ağıllı, elə müdrik, münəccimlərimiz elə güclü olublar ki, onlar hər şey olduğu kimi reallıqla verə bilib. O cümlədən Nuh tufanını verə bilib.
Demək, tufan 8 gündə baş verdi. Burada fikir verirsiniz. Bax, 12 dənə yuxarıda 3 verir gül şəklində. Bunlar bürcülərdir. 12 bürcü verir. Yəni onlara məlum idi ki, 12 bürcü var. İndi fikir verir. Burada yuxarıda bax, küncdə 4 kvadrat şəkildə. Burada xərçəng verir. 1, 2, 3, 4 yerdə. Elədir? Demək, Adəm nəslinə Allah demədi yayılın dünyaya. Bunu deməmişdi. Ona görə də Adəm nəsli yayıla bilmədi. Tufanda getdi. Amma Nuh dövründə isə dedi yayılın dünyaya. Quranda ayə var. Dörd bir tərəf. Bəli, bəli. Həmin o ayələrdə deyir ki, yayılın dünyaya. Bax, burada həmin o da göstərir ki, xərçəng kimi paylanma buradan gedib. Fikir versən, 4 küncdə göstərir ki, xərçəng kimi. Yuxarıda isə fikir verirsiniz, bu kvadrat dörtlükdür. Bu doğulma və axirətdir. Burada oxlar var. Biri belə, biri belə. Oxun biri budur ki, səni dünyaya gətirdi Allah. Sənə həyat bəxş elədi. Sən 2 qapı keçəcəksən. Xeyri və şər qapısın. Yaşadığın müddətdə müəyyən qism xeyrə qulluq eləyəcəksən, müəyyən qism şərə qulluq eləyəcəksən. Sonda isə axirət tərəzisindən keçəndən sonra təyinatı alacaqsan. Bax, burada fikir verirsiniz, qayıdış. Sağ, sol. Yəni cənnət, cəhənnəm qapıları açılacaq. Bunlar reallıqlardır. Yəni Quranı danmaq qeyri-mümkündür. Yəni bu İslam'a aid deyil. Bu hadisələr İbrahim dininə aiddir. Bax, xalçalar İbrahim dininin ayinləridir, yoxdur ortada. O ortada yoxdur. Yazır ki, biz mükəmməl din verdik. Siz onu İslam'a, Hristiyana parçaladınız. İbrahim dini, hanı İbrahim dini? Səmavi kitab verdik. Nuh'a, İbrahim'e, onun nəslinə biz səmavi kitab verdik. Hanı bir səmavi? Hamısı çıxır üzə. Hamısı artıq mən İbrahim Peyğəmbər əsərini yazmışam. 350 səhifə əlimdə hazırdır. Hamısı da Quran ayələrindən və tarixi qaynaqlarla, şəkilləri ilə hamısı qoyulacaq ortaya. Bəşəriyyət, sivilizasiya Azərbaycandan doğulub. Bəşəriyyətin beşiyi Qabıstandır. İbrətamiz söhbət nur çırağıdır. Yanır Qabıstanda şəmin bəti var. Şəm bir şirvandır, övliyadır o. Qabıstan söyləyir, şəhadəti var. İndi keçirik onun təyinat yerinə. Yazır ki, Rəbbim, çox gözəl, bu Ağrı dağında düşdü. Sual verirəm, orada nə yedi olar? Axı yalındır bunlar, heç nəyi yoxdur. O buzun üstündə və yaxud buzun aşağısında nəyi? Quranda yazılır ki, Rəbbim, mənim qayğımı sonar yerdə, bərəkətli yerdə sal. Cənnət bağı. Mənim dastanımda yazılır ki, Novruz dastanında, dağlardan uca Nuhun dağıdır, cahər ətrafı cənnət bağıdır. Bəli, bu Həzrət babadır, baba dağıdır, cudidir. Və bütün də bərəkətli torpaqlardır. Bəli, orada 4 tərəfi meşədir. Bütün meyvələr bitir. Bütün meyvələr, canlılar. Nuhun arvadı maralı sağdı, şəki ya baskal düyüsü ilə sıyıq bişirdi. Bəşəriyyətin ilk dietik yeməyi sıyıqdır. Hətta indiyə qədər də o ənənə davam edir. İndinin özündə də onu verirlər də. İndi sən bayaq sual verdin ki, bunlar neynədir ki, bu hadisə baş verdi? Səbirsizliklə İndi mən onu Xəqaninin əsəri ilə oxuyuram. Oğurluqda yox işləri, ataları bilinmir. Yəni, bunlar öz başına idi. Nə Adəmdən törəmişlər, nə İsa'dan budur çir. Məscid evi onlar üçün olmuş uşaq beşiyi. Fikir ver ha. Məscid evi onlar üçün olmuş uşaq beşiyi. Həm yatırlar orada, həm də bulayırlar hər şeyi. Gördün? Açar ilə qıfıl kimi erkək dişidir onlar. Erkəklər dişiləri bilinmir. Bilinmir. Biabırçılıqdır.
tutduqları fəna işdən bağlılıq hasil olar. Yəni ondan nəticə bu olmalı idi. Yəni bunlara görə o. Hətta mən məcburam deməyi, çünki tarixi qaynağı vermək lazımdır. Demək lazımdır ki, o dərəcədə harınlaşır. Cavan gəlirlər, uşağın yanını çörəklə silirdilər. Təsəvvür etsən, burada bir qəbahətli bir şey yoxdur. Yəni bu olmuşam, bunu deməliyik biz. Yəni bu çörəyə bunlar qıyıb. Çörək ancaq onlara qar şəklində gəlirdi. Hazır şəkildə gəlirdi. Quranda yazılır ki, biz onlara sizdən asan qidalar verdik. O çörək onlara hazır şəkildə elə gözəl nemətlər. Lakin onlar bunun qədrini bilmədilər. Nuhun özünə təhqir edirdilər. Xüsusilə qadınlar təhqir edirdilər. Elə təhqir ki, mən onu deyə bilmirəm. Nuhu ifşa edirdilər orada ki, sən azmısan yolu. Demək kişilər də yəqin ki ondan betər idi. Bəli, hər ikisi, onlar hamısı. Qadın əgər bəli, artıq o hala gəlibsə, indi görün kişilər necə. Bəli, qəbahət hərəkətlərlə onu təhqir edirdilər. O da deyirdi, darıxmayın, görəcəksiniz. O bilirdi bu hadisələri. Yəni gəldi Babadağda. İndi keçək toponimlərə. Çox maraqlıdır. Nuhun tufa, abala. Burada verir də Nuha. Niyə bunu şək elədiniz? Elə adı ilə durub da Nuhun adı. Bundan o adı yoxdur. Şəkidən qədim yeri yoxdur. Elə Nuha bağlıdır. Qəbələdə Sultan Nuha. Bəli. Dünyanın ilk sultanı Nuh olub. O da orada da. Çünki bu yerlər təbii qidalarla zəngin idi. Yəni burada ac qalmaq qeyri-mümkündür. Amma Ağrı dağında düşüb ona yedi. Və yaxud da ki o vaxt heç adam olmayıb Nuhun dövründə qismən adam olub Fərat Dəclə sahilində onlar nə yeyirdi? Bax görürsünüz, bu hadisələr mənim xalçamda görürsünüz necə oturub burada. Hamısı əyani şəkildə oturub və göstərir. Dəqiqliklə göstərilir. Bəli. Bundan o yana tarix yoxdur. Demək bəşər tarixi. Ona görə də Ture Erdal 6-cı gəlişində Qobustan qayaları yüzlərlə qayıq şəkli var. Baxdı, dedi ən qədim qayıqlar bunlar olub. Şumerdən, Misirdən qabaqki qayıqlardır. Bəli, ən qədim qayıqlar bunlar idi. Nədən hazırlanıb? Dedi bu qayıqlar qamışdan hazırlanıb. O da hardadır? Mənə qamışı tapın. Bu qamışlar xüsusi qamışdır. Demək çox maraqlıdır. Budaq o mərhum akademikimiz, gözəl insan, böyük insan məni çağırdı yanına. Dedi ki, sən düz deyirsən, düz yazırsan. Ture Erdal bizə dedi ki, qamışı getdik, Hacı Qabıldan tapdıq. Xüsusi qarğılardır. Onlar su buraxmır. Bəli. Onun qabığı su buraxmır. Ture Erdal deyir, dünya alimləri mənə qarşı çıxdılar ki, nə danışsan, o bir həftədən sonra şişib parçalanacaq. Bütün alimlər mənim əleyhimə çıxdı. Ancaq dövlət məni müdafiə elədi. Və qayığı hazırladıq. 101 gün suda qaldı, qayıq öz qüvvəsini itirməmişdi. 101 gün. 3 aydan 3 ay yarım ərzində suyun üzərində qaldı, itmədi. Bəli, bəşəriyyətin ən qədimləri qayıqları. Qayığın bir nişanəsi əvvələ Nuhun adına gələndə Nuh döy bu. Adın özünün vurğusu var. Nöh. Səmanın 9-cu qatı. Yəni Allahın elçisi. 9 ərş fələkdir. 7 çirkli qatdır. 8 mələklər olan qatdır. 9 Allah dərgahıdır. Bəziləri ilə başa düşür ki, elə 7 göy 7 qat. Xeyr. Klassiklərin hamısında var. Göy 3 qatdır. 7, 8, 9. 8 qat olardı. Demək, burada qamış deyir, misal üçün İsmailidə kənd var, Nehrə Xəlil. Nehrə Xəlil. Naxçıvanda isə Nehrə. Nehrə. Bu Neh dögü, Nöhdür. Bəli, Nuhun vətəni Nöhrə. Ağdaşda da var idi demişdiniz, Ağdaşda. Ağdaşda, Demirə Ağdaşla İsmaillər arasında Nehrə dögü, Nehrə çaxlanan şeydir. Bu Nöhdür. Nuhun əsl adı Nöhdür. Nöh Haçiman səmanın 9-cu qatı. Göyün 9-cu qatı. Nöhdür. Demək, bunlar burada. Hamısı görsən, toponimlərdə hamısı təsdiq edir ki, bu buradadır.
O nöhrə çalxalanır. Nöhrənin rəmzi göy qübbəsidir. Bəli. Baxsa nöhrə göy qübbəsidir. Bunu gör rəmzi necə qurublar. Bu çalxalanır da ayran 100 litrə qədər 80-100 litr ayrandır. Çalxalanır. Demək o nöhrənin üstündə məhz o deşikdə qamışdı, qarğıdır. Niyə taxta döyür? O onun işarəsidir. Yəni Ərkifələyə bağlı. Onu o şəkildə veriblər. Qız Qalasının yanında 3 dənə nehrə şəkli var. Həmin o göy qübbəsinin rəmzidir bunlar. Və yaxud o vaxt qəbirlərdə küpün içində bastırırlar. Göy qübbəsinin rəmzi kimi bastırırlar. Bu bizdədir, hamısı bizdədir, Azərbaycandadır, bizdədir. Düzdür, başqa yerlərdə də var, amma bunun kökü buradır. Və cənnət bağı buradadır. Ona görə də mən iddia eləyirəm. Adəm də buradadır, Baba dağına znak buradadır. Baba dağı. Baba dedim, hay verdi, o dəryadan boy verdi. Baba, Can Baba əynində yaşıl əbə. Adəmin də paltarı yaşıl əbə idi. Nuhun da paltarı yaşıl əbə idi. Buna qədər bu vurğulanır. Orada ziyarətgah da var. Baba dağı demək 4 kilometr yüksəklikdədir. 4 kilometr yüksəklikdə şeytana daş atılır. Orada. Kimdir bu şeytana daş atan? İbrahim və onun oğlu İsmail. İsmailli onun adınadır. Məalimlərdən biri deyir, İsmail Bataqlıdır. Öz yerlisidir ha. Bir baxın, lüğətə baxın, terminə baxın. İsm addır. Mail zatı pak. Peyğəmbər nəslə məhsul. İsmailli onun oğlunun adınadır. Girdiman deyil bu. Gərdiman, gərd evi, fələq evi. Qəbələ deyil. Qəbələ miladdan qabaq qiblədir bura. Toponimlər hamısı təsdiq edir. İndi gələcək verilişlərimizdə biz bu haqda deyəcək. Və yaxud 8-lik barədə bizim müasirimiz bu yaxınlarda rəhmətə getdi. Çox gözəl şairimiz. Təəssüflər olsun ki, acınacaqlı vəziyyətdə oldu. Mən onu qeyd eləməliyəm. Bəlkə onun böyük külliyyatı qaldı. Bilmirəm necə oldu. Qohumları bəlkə işlər o külliyyatı bizə çatdırar. Bilal Şirvani. Hansı ki, onun akademiyanın rəyasiyyət heyətində Leyli Məcnun əsəri böyük diskussiya səbəbi oldu. Böyük müzakirəsi, Cavad heyət də orada iştirak edirdi. Mən bilirdim ki, o gedəcək, onun əsərləri, amma itməsin də bəlkə qohumları işlər. İndi o gör nə yazır. Vəhnən, ilahi vəhnən. Tarazlıq mərkəzin qoşa aləmdə 8'lik yaradıb damğasını vurur. Şuurlu aləmdə başqa gü görmə, yəni başqa xəyala düşmə. Nuru çıraq edən bil ki, onundur. 8'lik yaradıb damğası vurur. Amma burada bu fillərə görə bu 8'likdən kim qulluq? 8 nəfər olaraq. Sən boş-boş cəfəngiyyət fikirlərdir. İlkin onda primitiv bir balta o boyda gəmini hazırlaya bilməz. Nə də ona ehtiyac yox idi. Və o nehrədə də çalxalanır, bir ocaq qalır. Və həmin çalxalanmadır ki, bəli, onun işarəsi ki, Allah Teala bunu çalxaladı, cəmi 8'liyi bir ovucu saxladı ki, yaşayın və yayılın dünyaya. Şakir müəllim, Nuh tufanı ilə bağlı Konstantin Stanislavskinin də adı çəkilir. Nə deyə bilərsiniz bu haqda? Bəli, o səhv etmirəmsə bizim hörmətli akademikimiz Yaqub Mahmudovun fikridir. Orada ictimai televiziyada ben baxmışam. Stanislavski deyir ki, Nuh bacısı ilə gəldi Naxçıvana. O belə deyir, mən belə baxmışam. Ay kim o, heç o bacısı olmayıb baxı burada. Mən Stanislavskini tanımıram, bilmirəm kimdir, nəçidir. Onun adı çəkilir Stanislavski. Mən bilmirəm, bəlkə siz bilirsiniz onu kim? Konstantin Stanislavski teatr rejissorudur və aktyordur. Vəssalam da mənim tariximi rejissor verir. Bəli, çox bəli. Bizim toponimlərimizdə o gündədir ki, demək Deminski, Radolf, Chopin, Deminski, Radolf, bir də Minorski. Bizim toponimlərimiz bunların üstündə qurulur. Bunların heç biri toponim şinası yox, hamısı hərbçidir. Saxtalaşdırma. Ona görə də bizim toponimlərimiz bərbad gündədir. Bəli. Pis gündədir. Yaralı yerimizdir. Bəli. Stanislavski'da bax gördünüz ala.
Rejissor gəlir mənim tariximi mənə göstərir. Aktyor. Düzgün deyil axı bu. Araşdırıb demək lazım. Nuh bacısını heç bilmirlər bax. Dedik ki, Quranda, İncildə, Tövratda yazır ki, Nuh arvadı 3 oğlu, 3 gəlin olur. Vəssalam. Bacısı orada olur. Ha, orada bacı yoxdur, qardaş yoxdur axı. Oğul özü getdi tufanda. Dedi nəslin getməlidir. Nuhun qövmü idi də gedən nəsli idi. Nisa xanım əziyyət çəkir. Bu verilişi tərtib eləyir, bu yaradır. Onun əməyini qiymətləndirmək lazımdır. Xahiş edirəm bəyənmə işarələrini vurun. Xahiş edirəm şərhlərinizi yazın. Axı burada əziyyət çəkir, bu tapır, qaynaqlayır, sizə çatdırır. Buna qiymət lazımdır. Mən sizdən dinləyicilər xahiş edirəm ki, şərhlərinizi yazın, özdə kütləvi şəkildə paylaşmanı kütləvi şəkildə eləyin. Bundan sonra bizim hələ gedir, indi növbəti verilişimiz İbrahim Peyğəmbər olacaq. Adəmi verdik, Nuhu verdik, gəlirik İbrahimə. Əgər polemika əks getmək qüvvəsi biz hazırıq. Mesaj versinlər, buyursunlar. Bu meydan, bu da şeydən. Əlbəttə kimin bu mövzu ilə bağlı qaranlıq qalan bir nöqtəsi oldusa, bəlkə yeni bir fikri var, bəlkə bir alim, arxeoloq, bəlkə sizlə defada çıxmaq istəyəcək, deyəcək ki, yox, mən bu fikirlə razı deyiləm. Yəni buyurub şərhlərə yaza bilərlər və biz verilişimizə dəvət eləyə bilərik. Burada çox maraqlı bir debat təşkil eləyə bilərik. Bəli. Gələn verilişimizdə İbrahim Peyğəmbər xalq mahnılarında. Bizi izləməyə davam eləyin. Bura çox maraqlı olacaq.